Hər kəsə salam dostlar, mən Qeymisizə bugün dediyim kimi, shorts videomda olduğu kimi DLS 2026 güncəlləməsi ilə yenidən sizlərlə birlikdəyəm. Dostlar, artıq oyun güncəlləndi, yeniləndi. 2026'nın yəni hər il belə olur, girdiyindən hardasa 25 gün, bir ay əvvəlcədən yeni versiya çıxır və bu versiyada oyunlar oynananlar populyar hala gəlir. Və 2026 DLS artıq zənnimcə 2025'dən sonra daha çox populyarlıq qazanmışdır və buna görə də daha çox oyuncu toplamışdır deyə düşünürəm. Mən də bu oyunu oynamağı üstün gördüm. Əslində bu oyunu 2022-23'dən bəri oynayıram. Üzərində çox oynamışam, həddindən artıq durmadan bəlkə də 4, 5, 6 dəfə, 7 dəfə hesab açıb ağlamışam və dəfələrcə də başarılı olmuşam, satışda eləmişəm. Shorts videomda dediyim kimi uzun videosu da gəlir və Qarabağın kadrosunu oluştururuq. Əslində Qarabağın kadrosu deyil. Oyuncuları tapmaq həddindən artıq çətindir. Sadəcə oyuncuların reytinginə əsasən oyuncuları topladım. Hələ ki 3-5 nəfər futbolcu qalıb, onları da toplayacağım. Zaten indi göstərəcəm kadronu sizə. Keçən ildəki versiyada ilə bu versiya arasında çox da fərq yoxdur. Bəzi rəng dəyişiklikləri var və stadionla falan özəlliklərlə dəyişilib. İndi isə hamısına bir-bir diqqət yetirəcəyik. Dostlar, ilk öncə genişlərdən bəhs etmək istəyirəm. Təbii ki, mücadilələrə başlayaq. 10 qəpik verdim, 10 diqqət verdim, sizə sağ olsun. Bəli, buralar belə bir hala gəlib. Çox da o qədər dəyişiklik yoxdur. Bura biraz silib yeni hədəflər var. Keçək ana ekrana, burada. Daha önəmli yerlər də var. Təbii ki, bu falandır. Keçək digərlərinə. Senaryo belə göyümsü rəngdə olub. Daha çox yeni il temasıyla kimi oxşardı. Burada da fərqlilik yoxdur. Dream League Live'da DLL göstəri maçı, liderlik kadrosu göstəri maçı, arkadaş maçı falan. Güzel klan maçı. Çok güzel şəkildə burada da yeni yerler açılıb və liderlik tablosu deyir. Bu sezon liderlik tablosuna girmək üçün ödüllər qazanmaq üçün 2 maç oynadı. DLS vazosu deyir. 2026 üçün yeni denemeler, minimum takım derecesi tamam bizde var. Mevcut oyuncu okey. Turnuvadır. Bu da yeni il turnuvası. 2026 vazosu. Və keçək ana ekrana. Diğer başka yerlerde kutlama kupası belə bir şey gəlir, 40 alması. Bundan da oynayacaq. Təbii ki, bu oyun və digər oyunlarda bütün etkinliklərə lazım olsa gerçək həyatda da qurdurup oynayacağım. Çünki dediyimiz kimi hədəfimiz böyükdür. Azərbaycanın ən gözəl, ən böyük game səhifələrindən biri olmağı planlayıram. Dostlar, ödül basamağı deyir. Burada da təbii ki, biraz fərqlilik var. Təbii ki, burada da yeni oyuncular var. Carlos Valderrama 83 reytingdə gəlib. Lothar Matthäus Almanyalı Matthäus 86 reytingdə gəlib. Robert Pires bu da 84 reytingdə gəlib. Rivaldo 86. Bax, bunu almalı məncə daha güzel olardı. Rivaldonu alsaydı 1999 mu? Daha gəncdir. Daha doğrusu daha qoca bilirdim. Hər nəysə. Bunlar da keçdiyimizə görə indi keçək əsas yerlərdən birinə. Transferlər bölümündə biraz burası dəyişilib. Yetenek avcıları falan burada da toplayıram təbii ki. En iyi seçimlər, yeni seçimlər falan var. Transfer söylentiləri son dönemdə realda əsasən transferlər olacağına görə burada da qoyurlar. Belə olub, yəni bu yox idi. Böyle bir şey yok idi. Burada da sürüştürme falan. Yeni oyuncular gəlib və yeni oyuncu reytingləri çoxalıb. Bu arada bizə araya salsaydıq, yox, hazırlayın. Mən sizə onu da göstərəcəm. En iyi seçimlər hər neysə. Bunu keçdik. Oyuncular yönetmede burada da belə bir şey var. Satış edebilirsən, geriye de alabilirsən. Yedeşlər. Hər neysə. Çok güzel bir şekilde. Değişiklikler falan. Orada da mevkilerini gösterir. Son şans deyir. Hər neysə. Bəli dostlar, ilk öncə klan da var. Təbii ki, klanlar da yeni yaradılıb. Hadi başlayalım. Klan yaratmaq istəmirəm. Burada klanlar var. Gördüğünüz kimi bunlar daha indidən, yani yeni güncəlleme
yaxın 200 gün ərzində olub və bunlar daha indidən başlayıb. Biz də artıq klan oluşturup yeni klanlar düzəldə bilərik. İstəsəniz girib oynaya bilərsiniz dostlar. İzləyicilər arasında var idi səhv etmirəmsə yorumlarda falan yazan və izah atmaq üçün. Ola bilər yəni. Gördüyünüz kimi bizdə Qarabağ FK-lar var. Yəni çalışdığım qədər bənzətməyə çalışdım. Həm baş məşqçini Qurban Qurbanov müəllimə, həm də logomuzu Qarabağın əsas logosuna bənzətməyə çalışdım. Bu da belə olub. Görüntü girərkən belə görsənir. Arxada biraz yumru dəyişən bir yenilənmə var. Yumru şəkildə. Göy rəngdə olması da biraz daha iç açıdır. Bəli, bunlar da belədir. Ayarlara da baxacaq. Ən sonda buranı soxar. Gördüyünüz kimi belə bir formalıdır. Yəni rəng altı və ekran adamın içi açılır. Keçək əsas önəmli yerlərdən biri kulübüm olan yerə. Hələ ki dediyim kimi heç bir şeyi tamamlamamışam, düzəltməmişəm. Arenalarda sadəcə bir neçə yeri antrenman falan qonaqlamada oyuncu lazım oldu. Yəni oyuncu çox olan üçün və də taktiki sıxıntılar üçün. Stadion və tesislər gördüyünüz kimi fərqli və modern bir şəkildə gəldi. Yəni burada oyuncular falan belə oynayırlar, hazırlıq oyunları, ticari mərkəz, eğitim mərkəzi, tıp mərkəzi. Diğer modlarda da eyni idi, yəni versiyonlarda eyni idi. 2025'dən 20 arası və 20-25 arasında fərqli bir yapıya sahib idi. Onu da SS'lərini aldım, düzəldim, yenilənməyə. Necə köhnə hal və yeni halda olaraq edit edəcəm, shorts videosu olaraq. Və də orada da tam istəyinə çatmamışdım, amma olsun, burada artıq bunları həll edəcəyik, böyüdəcəyik. Və bu da bizim hovuzumuz çox gözəl bir şəkildə düzəldib şəhərin içində tamamilə. Deyək ki, bunu Bakıdadır, belə deyək. Bunu da pulla da çoxaltmaq olur, yəni eləsi var idi, almaz daşı ilə olurdu. Amma pulla da çoxaltmaq olurmuş, məyəmsə. Və çox gözəl oldu. Bu da yeni bir iş gəldi. DLC oyuncuları üçün başqa bir əyləncə qatır. Gördüyünüz kimi özelleştirildi paltarlar falan geyimler. Bizim forma ev sahibi geyimimiz Qarabağın normal rengi olacaq. Gördüyünüz kimi bütün detayına qədər Qarabağın 2025-26 geyimini düzəltdim. Hər halda 2026-27 arası dəyişiləcək formanda yeni olarsa eğer ona düzəldəcəm dostlar. Deplasman geyimi belə və üçüncü olaraq da belə bir geyimdir. Qapçılarda da səhv etmirəmsə biraz dəyişiklik var. Səhv düzəltmişəm, amma olsun, buna da əl atacağım. Və qalanlarında da logomuz belə. Yəni ayarlara baxmaq istəyənlər baxa bilərlər, göstərəcəm. Və Qarabağın Qurban. İndi isə keçək ayarlara. Dil, zorluq, orta zorluğu da buradan düzəldə bilirsiniz. Zorluq, asan, zor. Mən orta böyle yəni asan yoxdur. Mən ortaya qoyuram hələ ki üst tasarrufu açıb, yan çizimi, kamera uzaqlığı, onlar normaldır görüntü. Oyuncu adları falan, top rəngi, yön işarəti, raket oyuncu isimləri, okey. Səsdə ən önəmlisi səs artıq türkcə, səhv etmirəmsə, yorum dili və bütün dillərə açılıb. Yəni əvvəl ingiliscə, İspanyolca və Porteqizcə idi. Yəni Portuqal dilcə, indi ərəb dilcə də var və türk dilcə də var. Çünki artıq türk millətləri, ərəb millətləri, müsəlmanlar daha çox çoxaldığı üçün mən belə düşünürəm. Türkcə, ərəb dilində bura qoyublar. Çox gözəl. Türkcə artıq yorum da olacaq və bu da bizim videoların daha çox tutarlılığını göstərir. Yəni daha çox tutacaq və elə videolarında ardı gələcək dostlar. Təbii ki, bunu da istəyirsinizsə like'larınızı gözləyirəm, yorumlara yazın. Fərqli oyunlar da gələcək. Yəni bir ara SS eləyib sizə də paylaşaram. Həqiqətən çox qəribə tərzi qurmaq, satış etmək falan filan gözəl oyunlar da tapmışam. Hamısını oynayacağım sizlərlə birlikdə oyun sevər olaraq. Dostlar, yorum ses düzeyi falan bunlar kontrollərdə belədir. Gelişmiş ayarlarda profili bağla falan. Google-də də open açacağım burada. Təbii ki, bu qurduqdan sonra satış da edə bilərəm. İstəyənlər yaza bilər qrafik seçenişləri. Burada daha çox ekləyiblər. Səhvlərimsə otomatik seçirik. Hər neysə. Keçək. İndi buradaysa DLS 2026 hoş geldiniz. Yuxarıda bax, burada yuxarı solda yumruğun içində i hərfi var. Ona basırıq və ödülləri alıyıq. 2026 hoş geldin. Bu sezon oyuncularımızı bir sürü yeni özellik bekliyor. Yeni klanlar, yeni speaker dilleri, Coşkay Türkçe ve Arapça hisset. Arapça ve
Türkcə, yəni population, yəni nüfuzdan, əhalidən də ən çox olaraq son vaxtlar türkcə, ərəbcə, Azərbaycanda falan türk dilli bildiyiniz kimi spikerlər daha çox, yəni maç anlatanlar, maçsa o dilləri qol falan, onlar daha çox population qazanıblar. Və ona görə də daha çox onlara eşləyiblər, ayrılmış ekip boyutu. Artıq klubundakı özəl oyuncuları sınırsız iyiləşdir. Oyuncular sınırsız. İstədiyin qədər oyuncu ala bilərsən. Yəni, onun üçün də artırmaq olur. Gelişdirilmiş maç atmosferi çox gözəl. Aksesuar, afişlər, bayraq və daha fazlası. Yepyeni müziklər falan. Oyun hoşuna gidiyor mu? 500. O, ne güzel. Şaşırdım buna 500'də də. Hər nəysə, indi isə keçək bizim özəlimizə. Dostlar, yəni təməl olaraq oyun belədir. Yeni oyuncular falan da gəlib. Haydi takımıza geçsək, bismillah. Gördüyünüz kimi yenilişlər falan gəlib. İndi deyəcəksiniz ki, mən oyuncularım, məsəl üçün 11 nəfər bu takımdır. Burada da 4, 4, 8 nəfər olmuş, 19 nəfər var. Ümumi olaraq burada 19 nəfər var, amma mənim 25-30 oyuncum var idi, digərləri hara getdi. İndi bunu biraz da FC-yə və reallığa əsasən düzəldiblər. Yəni 11 nəfər normal olaraq, yəni normal şəkildə təbii ki 11 nəfər burada olacaq. Yedəklərə də yəni 11 nəfərin yedeyi bir oyuna çıxanda, yəni dəyişikliklər 8 ədəd dəyişiklik eləyə bilərsən, reallığa əsasən düzəliblər artıq. Yəni FC və digər oyunlarla da artıq baş tutacaq dərəcəyə gətirmək istəyiblər. Təbii ki, FC daha gözəldir mənim zənnimcə, çünki onu da ilərdə oynaya bilərik. Amma yəni DLC-ni də artıq o moda gətirib çıxarıblar deyə düşünürəm. Dostlar, yedəklər, digər qalan oyuncularımızsa yedəklərdir. Daha, yəni ki, dəyişikliklərin yedəkləri, belə düşünürük. İndi bunları mən sizə Qarabağın oyuncularını tam olaraq yadımda deyil, amma onların reytinglərini əsasən düzməyə, qoşmağa çalışdım, biraz da oxşatmağa çalışdım üz və quruluş tipi olaraq. Bir neçəsi də var, onu da satacaq, tamamlamamışam hələ, amma yenə də yenilik gəldiyi üçün bu videonu çəkmək məcburiyyətindəyəm. Kodlara basmayacağım, hələ ki basan kimi birbaşa istəyir, mən onu eləməyəcəm. Video teröristləri falan var, belə atmışam. Qalanlarda qalıb, hamısının sonuna qədər çıxacaq dostlar. Təbii ki, gördüyünüz kimi indi belə deyək, kadromuzda reytinglərə baxsanız görərsiniz, biraz da oxşarlıqlar. Aha, üstünə baxanda öyrəşməyəm təbii ki. İndi DX-yə falan bunu satacaq. İlk öncə oyuncuya baxaq, görək nələr gəlib. Bəli, kapitanlıq sahəsi, məsəl üçün kapitanlığı buna verərik. Məsəl üçün başqa bir oyuncunu seçəndə kapitanlığı verə bilərik. Yanlarında da göstərir zaten hansını sərbəst vuruşumu, yer işarətimi falan, bunların hamısını hansı futbolçuya qoymuşuq dostlar. Yəni belə. Hələ ki, deməyək, forvet afiyesi falan da var, onları da görmüşəm. İndi keçək, belə deyək. İlk öncə bir əsas kadromuzu oluşturaq. Əsas kadromuzu oluşturmaq üçün hansılar idi? Qarabağın oyuncularına. Qapıda Kuchalski'dir, o da 69 reytingli. Bu da yəni ki, digər qapıcıya əsasən biraz daha reytinglidir. Bunda Kuchalski'nin yerinə düşündüm. Burada da gördüyünüz kimi Elvin Cəfərquliyevdir, sonra Kevin Medina falan filan yeni müdafiəçilərin yəni 66, 68, 69 reyting ondan yuxarı deyil. Bəhlul Mustafazadə falan bunlardır. Yarımda bu Marko Yankovic'in yerinə. Bu da həmçinin, yəni bunlarla müdafiəçilərdir, gördüyünüz kimi yaxşı reytingdə almağa çalışdım. Yəni güc falan bunlar üçün də ən önəmli şeylərini bilirəm. Bu ən çox yəni bizim Leandro Andrade'yə, həm Cabo Verde deyəsən səhv Portuqaliyaya yaxın yerdir və Leandro Andrade də Portuqaliya, yarısı Portuqaliyalıdır. Ona görə də həm də reytinglərə baxarsanız, yəni orada 74-78 falan var. Onların daha çox gedib Leandro Andrade'nin statistikalarına baxsanız, ona ən yaxın oxşar oyuncunu tapmışam, bəlkə bu dünya üzərində. William Kade'nin yerinə, Zuber'in yerinə, Nərmanın yerinə falan. Artıq burada onların adını çəkməyəcəm, Hurst falan bunları yüksəltməyə çalışacaq, satış eləyib təzə oyuncular gətirməyə çalışacaq. Birləşlərdə də oxşarlıqlar var. Yəni reytinglərinə əsasən düzüb qoşmağa çalışdım. Həqiqi Qarabağ oyuncularını yığacağımı düşünməmişsinizdir. Bəlkə də xəyal qırıqlığına uğrada bilərəm sizi. Amma yəni, oyuncuları tapmaq üçün dostlar, yəni ki, bir il bəlkə vaxt lazımdır həqiqətən. Çünki var, oyuncular da var oyunun içində və ya pulla da gətirmək olur. Amma yəni, o qədər pul yoxdur təbii ki və də
onları tapmaq üçün 1 il, 2 il vaxt lazımdır. Onlar da hər dəfə qarşımdan çıxmır. Yəni bəlkə bir 200-300 dəfədən bir və ya 500 dəfədən bir qarşına çıxır. Yəni 500 oyun oynamalısan ki, bəlkə burada %10 ehtimalla yəni minimum oyun oynamalısan ki, bəlkə %20, %30 ehtimalla burada qabağına çıxsın. Ola mən 2022-dən bəri oynayıram, heç qabağıma çıxmayıb. Dostlarımda da böyle 2018, 19 bu neçə min, yəni bilmirəm təzəlicəm çıxdı o vaxtdan. Heç vaxt görməmişəm Azərbaycan oyunçuları çıxsın. Hər nəysə dostlar, artıq oyun sistemimizi necə eləyəcəyik, hər oyunu mu göstərəcəm, yoxsa oyunun, yəni FC-dəki kimi sadəcə sezonun sonunu, statistikalarını göstərəcəm, yeni oyunçu falan mı gətirəcəm buna qədər. Artıq onu da sizlərlə paylaşacağım, necə bir şəkildə eləyəcəyimi də. Bir sonraki videoda klan falan oluştura bilərik. Artıq oyunun tamamilə yeri, necə deyim, mentalitesi yavaş-yavaş dəyişmək üzrədir. Ona görə də bu fərqliyə öyrəşmək lazımdır ən az 1-2 ay içərisində və necə olacağını hamısını sizlərlə paylaşacağım. Bugünlük bu qədər dostlar. DLS 2026-nın Shorts'da göstərdiyim uzun videosu gəldi. Bunu editləyəndə də bir 16 dəqiqə falan gəlib çatacaq dostlar. Artıq gördüyünüz kimi kalkulamış budur. Bugünlük bura qədər dostlar. Özünüzə yaxşı baxın, abunə olsanız da sevinərəm. Algoritmada daha çox yuxarılarda görünmək üçün. Sağ olun, salamat qalın.